Düz bir ildir ki bu məqamı gözləyirdim. Samsung Galaxy S26, S26, S26 Plus və S26 Ultra ilə qarşınızdayım. Gəlin bu smartfonların bizə təqdim edəcəyi yeniliklərlə yaxından tanış olaq. Hazırsınızsa, gəlin başlayaq. Samsung Galaxy S26 seriyası dizayn olaraq üçü də oxşardır. S26 bizə kompakt və yüngül, S26 Plus daha böyük ekran və daha böyük baxış sahəsi, S26 Ultra isə daha premium hiss yaradır. Hər üç smartfon Corning Gorilla Glass Armor ilə qorunur və üçü də IP68 toz və suya davamlı sertifikata sahibdir. Galaxy S26 seriyasının ekranlarında da hər şey demək olar ki, identikdir. 120 Hz yenileme tezliyi, dinamik AMOLED 2X və adaptiv refresh rate, yəni ki, həm scrolling zamanı, həm oyun zamanı ekranın sizə görüntünü tamamilə 100% parlaqlıqda ötürülməsi var. Sadəcə olaraq ölçü nisbətində fərqlər var. 6.3 düym, 6.7 düym və 6.9 düymlük ekranlara sahibdirlər. Samsung Galaxy S26 və S26 Plus-da 12 GB RAM və Snapdragon 8 Elite video kartı var. Sürətli və səmərəli performans məhz bunun sayəsindədir. 12 GB RAM və Exynos 2600 video kartı mövcuddur. Samsung Galaxy S26 Ultra'da isə bizi Snapdragon 8 Elite Gen 5 ən güclü chipset, yüksək performans, güclü GPU və multitasking üçün ideal bir texniki parametr gözləyir. RAM 12 və yaxud da 16 GB, daxili yaddaşı isə 256 GB, 512 və 1 TB-lıq variasiyalar mövcuddur. Ultra modeli xüsusən oyun, film və ağır tətbiqlər üçün ən optimal performansı təmin edir. AI funksiyalarına gəldikdə isə Samsung yeni One UI 8.5 ilə birlikdə gələn Galaxy AI-ya böyük önəm verir. Daha ağıllı sistem cavabları, avtomatlaşdırılmış foto təkmilləşdirmə və nitq əsasındakı köməkçilər kimi xüsusiyyətlər gözlənilir. Bu sadəcə sürət deyil, həmçinin də intuitiv bir istifadə təcrübəsi yaradır. Bu cür nazik smartfon kimi görsənməsinə baxmayaraq bizi daxildə çox güclü batareya gözləyir. 4300, 4900 və 5000 mAh batareyalı bu smartfonlar sözün əsl mənasında gündəlik istifadədə sizə rahat, komfort və avtonomluğu təmin edəcək. Samsung Galaxy S26 və 26 Plus-da bizi triple kamera sistemində 50 megapikselli əsas, 12 megapikselli ultra geniş və 10 megapikselli telefoto obyektiv gözləyir. Yeri gəlmişkən 10 megapikselli telefoto obyektivdə bizi 3x optik zoomda gözləyir. 12 megapikselli selfie kamera sayəsində selfieləriniz çox maraqlı və cazibədar olacaq. Yeri gəlmişkən bu smartfonun kameraları ilə gecə vaxtı çəkiliş etdiyiniz zaman şəkilləriniz daha parlaq, daha rəngarəng və daha keyfiyyətli olacaq. Samsung Galaxy S26 Ultra isə bizi kamera sahədən sevindirir. Çünki burada bizi 200 megapikselli əsas, 50 megapikselli ultra geniş, 50 megapikselli periskopik telefoto, 5x optik zoom ilə və 10 megapikselli telefoto obyektiv gözləyir. Selfie kamerası isə 12 megapikseldir. Anladığınız kimi Samsung Galaxy S26 seriyası bizi bu dəfə sözün əsl mənasında sevindirir. Əgər bu smartfonlardan hər hansı birini əldə etmək istəsəniz, inşaatın istənilən mağazalar, veb-sayt və mobil tətbiq vasitəsilə rahatlıqla əldə edə bilərsiniz. Əgər hər hansısa bir sualınız yaransa, bu videonun şərh bölməsində qeyd edin və yaxud da ki, ulduz 0171 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun dostlar.